varlıqlı bir insan olduğu belə deyim də göstərmək istəyirsənsə Rolex taxırsan. Fake səhifələr paylaşır. Bu orijinaldır 29 manat. Hətta neçədən böyük aksesuar səhifəsi o arada satmağın qoyduğuna görə bağlandı. Həmin insanın ən favori saat markası Casio-dur. Onu istəyirəm burada deyim. Səncə deyəcəyim adam kimdir? Bəzi insanlar deyir ki, Casio ilk dəfə elektron saatları icad elədi və bununla bazara girdi. Bir hissəsi deyir ki, ilk elektron kalkulatoru icad ediblər, düzdür. Amma Casio-tron elə idi ki, özü öz vaxtını hesablaya bilirdi. Kişilər siqaretin son millimetrinə kimi çəkmək istəyirdilər və onlar da Yubivo piposunu yaratdılar. Bir üzüydü. Salam, hər vaxtınız xeyir. Saatımız əgər 10-10 göstərirsə, deməli bizim yeni buraxılışın onlayn olma vaxtıdır. Bugünkü buraxılışımızda yenidən Fatimə xanımdır qonağımız, bizim pozitiv PR menecerimiz. Fatimə, bir dənə sən salamla həm izləyiciləri, həm də məni. Salamlar, xoş gördük. İkinci dəfə burada olmaq çox xoş təəssüratlar bağışlayır. Çox sağ ol dəvət üçün. Buyur, nə vaxt lazımdır? Onsuz yəqin ki, səndən tez-tez görüşəcəyik. Məncə də. Çünki istəyirik ki, Casio markasının ətrafında elə məhz Fatimə ilə müzakirə edək, danışıq edək, bu buraxılışları çəkək. Elə təxmin elədik yəqin ki, mövzunu daha çox belə Casio ətrafında danışacağıq. Onun da səbəbi nədir? Məsələn, keçən buraxılışımızda düzdür, əsas PR və marketinq yönümlü danışdıq. Amma orada biz belə bir söz işlətdik ki, Casio markası Azərbaycan bazarında əsasən də belə deyək də, gənc yaş təbəqəsində digər markaları biraz üstələyir. Ona görə də istədik ki, bir dənə ayrıca da Casio markası haqqında bir belə deyək, buraxılış buraxaq, bir video çəkiliş eləyək və elə Fatimə də bizə bununla bağlı ətraflı məlumat versin. Bu buraxılışda əsas mövzumuz nə olacaq? Casio ilə ilkin tanışlıq kimi fikirləşin siz bunu. Sanki mən də Casio-nu tanımıram və Fatimə bizi belə deyək, Casio-nun keçmişinə doğru qısaca bir səyahətə aparacaq. Onda elə belə deyək, birinci insanların ən belə beynindəki maraqlandıran suallardan birindən başlayaq. Başladı sualları atəşinə tutmağa. Yenə keçən dəfəki buraxılışdakımız kimi, keçən dəfəki buraxılışımızdakı kimi istəyirdim ki, elə bundan başlayaq ki, belə bir dənə bölüm vardı, belə deyərdim insanlarda. Bəzi insanlar deyir ki, Casio ilk dəfə elektron saatları icad elədi və bununla bazara girdi. Bir hissəsi deyir ki, ilk elektron kalkulatoru icad ediblər. Düzdür, bildiyimiz kalkulatorlar deyil, amma bildiyimiz kalkulatorların ataları deyə bilərik də buna. Sən bizə bu işin həqiqətini denə. Casio ilk dəfə nəyi ixtira elədi və nə ilə məşğullaşdı? İki anlayış da çox yanlış anlayışdır. Belə deyə bilərəm. Casio şirkəti yarandı 1946-cı ildə. Şirkət yarananda Tadao Casio, Casio qardaşları bu şirkəti yaratdı və qardaşlardan Tadao bunu irəli sürdü. Onlar çox kasıb bir ailədə böyümüşdülər. Tadao, Tashio, Yukio, biraz adlarını demək çətindir və yadda Yukio və Kazuo adları belədir. Adlarını biraz yadda saxlamaq çətindir. Onlar şirkəti yaratmaq istədi. Təbii ki, kalkulatorla başlamaq istədilər, amma artıq 46-cı ildə Yaponiya müharibədən bir ildir ki, çıxmışdı. Böhran idi, çətinlik idi, iqtisadi vəziyyət yaxşı deyil idi. Kasıbçılıq baş almışdı. Aha, kasıbçılıq idi orada və belə var idi ki, kişilər siqaretin son millimetrinə kimi çəkmək istəyirdilər və onlar da Yubivo piposunu yaratdılar. Bir üzüydü. Sən ona bir ad deyirdin həmişə. Müştük ya da müştükdə, amma məsələn əvvəllər istifadə edirdilər də, məsələn siqaretin belə dedim. Bizdə məsələn amma onun nə istifadə olunur daha çox? Barmağa siqaretin belə deyərdim də iyi hopmasın deyə istifadə olunur, amma onu tutursan yəni belə müştüyü. Hə, tutursan. Yəni orada elə deyil idi. Belə üzüyü taxırdılar barmağa və şəklini əlavə eləyərək üzüyü barmağa taxırdılar, siqareti yerləşdirirdilər. Artıq əl yanmadan, dodağı yandırmadan rahatlıqla çəkə bilirdilər və ikinci deyili bütün tütünü tükədirdilər də belə. Deyilim var idi, hansı ki o iki əlini də istifadə edən məsələn dəzgah üstü işçilərdə yaxşı idi ki, həm siqaret çəkirdilər, işləyə bilirdilər. Bəli, onlar da sevirdi. Həm şey olurdu, həm belə vaxt itirmirlər. Bir dənə siqaret siqaret fasiləsi verim.
dimirdilər, həm də ki rahatlıq idi. Elə buradan yığılan miqdarla onlar, yəni qazandıqları pulla ilk kalkulyatora buraxdılar, ilk elektrikli kalkulyatora buraxdılar. Casio 14 A modeli idi. O da balaca bir şey deyil də. Bu iki stol boyda daşa bilmədim. Yəni çox böyük bir elektrik kalkulyator idi. Onlar bundan əvvəl sərgiyə getmişdilər qardaşlarla birlikdə. Təbii ki, oradan ilhamlanıb bu kalkulyatoru buraxdılar. Yəni ilk məhsul təbii ki, nə saatdır, nə kalkulyatordur. Ondan belə deyə bilərik də. İlk məhsulları UV borusu idi. Bəli. Amma partlatdıqları məhsul kalkulyator idi. Belə deyə bilərik, yoxsa deyə bilmərik? Məncə saat idi. Mən elə fikirləşirəm, amma təbii ki, insandan insana bu fikir dəyişir də. Yəni rəsmi olaraq deməyiblər biz hansı məhsulla okey. Yəni sadəcə şirkətin yarandığı vaxt artıq başlayır 1946-cı ildə. 1946-cı ildə onlar UV borusunu. Amma mən deyərdim belə Casio markası ümumiyyətlə Casio deyəndə ilk ağla gələn indiki dövr üçün də belə. Saat. Birinci növbədə saatdır, ikinci növbədə musiqi alətləridir, üçüncü növbədə kalkulyatordur. Mən nəsə elə fikirləşirəm. Məncə kalkulyator olaraq bizim ölkəmizdə o da olacaq. Bizim ölkədə belə musiqiyə həddindən artıq maraq olan bir ölkədə ola bilər ki, çünki Casio musiqi alətləri də məncə yetərincə məşhurdur. Yetərincə pianinolar məşhurdur, amma məncə ölkədə birinci saatdır. Hər ölkədə bu məncə okeydir. Çünki Casio deyəndə ağla saat ancaq da F91 gəlir. F91 gəlir ağla, amma ki saatdan sonra ölkədən ölkəyə musiqi aləti, kalkulyator, printer, yəni təkcə bunları istehsal. Çünki musiqi ələtini yekunlaşdırmır şirkət. Printerdə providerlərdir, kompüter lazım olan bir çox elektronik əşyalar belə deyirdim. Bəli. İstehsal ilə məşğuldur. Bəs onda elə belə saatdan danışmışkən onu soruşum. Bəs ilk saatı neçənci ildə və hansı model idi? Onu da bir dənə bizə deyərdin. Belə yavaş xronoloji ardıcıllıqla gəldi. UV borusu, kalkulyatorlar, yavaş-yavaş saata doğru gəlir. Casio'nun ilk yaratdığı saat Casiotron idi. Amma belə 1974-cü ildə onlar Casiotronu adı çox qəşəngdir. Megatron. Casiotronu istehsal elədilər, amma belə bir şey var idi orada. Nə? Zaten İsveçrə istehsal eləyirdi saatlar. Yaponiyada da bir çox marka vardı ki, saat istehsal eləyirdi. Casio nə ilə fərqlənəcəkdi bu saatı istehsal eləməklə? Əvvəl sən özün mexanik saatları çox yaxşı bilirsən də, onları quraşdırmaq lazım idi, o bu. Amma Casiotron elə idi ki, özü öz vaxtını hesablaya bilirdi. Məsələn, ay 30-dan 31-ə keçəndə avtomatik saat 30-31 fərqi olanda saatı quraşdırmaq lazım idi. Amma Casiotron özü artıq həll eləyirdi. 30-31-i özü hesablayırdı. Hesablayırdı, eləyirdi. Bəli, Casiotron artıq ona görə də Casio bu saat bazarına girəndə demədi ki, mən yenilik gətirəcəm. İnsanlara lazım olanı irəli sürəcəm və saat aksesuar deyil. Biraz cümlə elə ikonik cümlələr kimi çıxır. Amma yenə də Casio belə deyim kimi sadəcə zamanı idarə etsin deyə onlar saatı istehsal elədilər. İnsanların işini asanlaşdırmaq üçün. Yenə də həmişə kimi yaponlar öz fəlsəfələrini ortaya qoyub qısaltmaq zaman hər hansı bir problemi həll edən bir belə deyərdim də produktda məhsul qoydular ortaya və Casiotron buraxdılar. İl olaraq 74-cü ildə. Bəli. Bu yaxınlarda da elə bizdə bu yaxınlarda keçən il o bir illər düşür, hə? Ay hə, 2024-də. 2024. Vaxt çox tez keçir. Çox tez keçir. İstəyirdim deyəm ki, bu yaxınlarda biz bu tədbir qeyd elədik. Bir şey oldu ki, amma o tədbir o qədər maraqlı idi ki, yaddan çıxmırdı. 50 illik idi, bəli. Hətta yadındadırsa, düzdür 50 il bitənə yaxın idi. Bizə təzə məhsullar gəldi. Fərqlənirdim biraz. Nə idi? Saat axşam düzüyü də. Bizim ən belə o sosial mediada həm özümüz şoka düşdük, həm də izləyicilər tərəfindən bir ay qalmadı heç o stoklar 2-3 həftə 2 həftə qutardı. Stoklar çox sürətli tükəndi. O bəlkə də belə deyərdim. Nəyi anımsatırdı? UV borusunu. Həll eləyir. Elə oradan da məncə ilhamlanıb ona üzüyü istehsal elədilər.
və çox da belə şey oldu, tutarlı oldu Amma fikrimcə. onlar məncə üzüyü istehsal edəndə, bu mənim şəxsi fikrimdir. Toxundular, bəzi yerlərdə üzüyü saatlar var, no-name saatlardır, üzüyü saatlar. Yəni, Azərbaycan çox insan mən barmağında ona görə, bəziləri heç işləmir, sadəcə taxırlar barmağa. Bilmirəm niyə taxırsınız onu? Niyə o var? Çoxu no-namedir. Bəlkə onu özələn təbii ki bilmək olmaz, amma mən fikirləşirəm ki 50 il no-name fake saatlar. Məsələn də başqa markaların da üzüyü saatları var. Var. Fəşn markalarda da var bu. Amma məsələn Casio-nun üzüyü saat buraxmağı çox belə tutarlı bir şey idi. Nəyə görə? Birinci növbədə adamların ilk dəfə istehsal elədikləri, belə deyərdim, alət üzüyü idi və bundan illər sonra yenidən bir üzük və bu səfər yenə funksional bir üzük buraxdılar. Standart G-Shocklarda olan bütün funksiyalara sahib idi həmin üzük və çox möhkəm idi, çox keyfiyyətli idi. Qızıl rəng. Qızıl rəngini ötürü mən yəni belə şey oldum da belə oldum ki, yəni çox istəyirəm. Yox, daha qızıl deyil idi, üzr istəyirəm. Gümüşü idi. Qızılını təzə deyəndə 1 il olar. Qızılın keçən il. Sonra G-Shock. Ondan qabaq şey idi. Ondan qabaq metal rəngi idi. Metal. Gümüş. Mən məsələn qızılını daha çox bəyənirəm. Paslanmaz. O da indi mən qızıl üzüyü taxmaq istəyirəm. Bəlkə də ona görə qızıl rəngi mənə daha xoş gəldi. Amma 50 illiyə özəldə bir çox modellərini təkrar yenidən istehsal elədilər. Hətta onluq idi. Hətta Casio-Tron modelinin də yeni versiyasını buraxdılar. Amma Azərbaycanda yox idi. Azərbaycanda təəssüf ki, onun Casio-Tron yenisini, yeni qutu, yeni formada satış çox istədik gətirməyi. Təəssüf ki, bu arada 50 illiyin qeyd edəndə Casio demək olar ki, bütün kolleksiyalarına əlavə bir dənə belə deyirdim, limited Portrait, Casio, Edifice. Mən xatırladığımca hamısını elədilər. Ənənəvi case olanda bu 5600 case-nə uyğun bir dənə model buraxmışdı. Ən bəyəndiyin hansı oldu? Mən ümumiyyətlə bilmirəm. Mən G-Shockda çox bəyənirəm. Düzdür, çox adam bəyənmir. Azərbaycanda məsələn deyərdim ki, çox az bəyənilir də. Çox insanların çox az bir qismi 5600 bəyənir də, kvadrat dizaynı. Mən bilmirəm niyə. Mən ümumiyyətlə G-Shockda ən sevdiyim dizayn 5600 oldu. Yəni kvadrat ənənəvi dizayn. Çünki ilk G-Shock da elə həmin dizayndaydı. Çox belə G-Shocka girişmək istəmirik. Çünki bugünkü mövzumuz belə deyək də Casio-dur. Ona görə. Məncə G-Shockda 2100 sözünü deyib. 2100 imza modelidir. Yəni bu dəqiqə Azərbaycanda da, qlobalda da, amma mən məsələn 2100 bəlkə də məndə yaxşı görsəm də 2100 ona görə. Daha nazik, daha nazik, daha kiçik görsən qolunda. Casio-ya tərəf istəyirəm gedək, G-Shock tərəfə çıxmasınmayaq. Casio ilə imza modeli demişsən, Casio-nun imza modeli hansıdır? Məncə F91. F91. Başqa? Yəni F91 elədik başqa. A160. A168, 68, 58 ikisi də olur. Casio deyəndə ilk ağla gələn əlbəttə ki, vintage. Qadınlarda Ela deyə bilərik, Ela model, Ela 670 məsələn video tabla. Ümumiyyətlə Casio deyəndə bu vintage belə deyəndə də kolleksiyasına istəyirəm biraz fikir çəkim. Casio deyəndə ilk ağla gələn bunlardır. Çünki məsələn biz başqa buraxılışlarımızda, məsələn Orientdə biz danışanda Orient haqqında həmişə kiləylənirdik biraz ki, PR tərəfinə az vaxt ayırır. Amma belə deyərdim, PR deyəndə saat markalarının içində əsas ağla gələni elə Casio-dur ki, Casio məsələn vintage modellərin çox yerdə PR edir. İstər kinolar olsun, istər böyük güclü kollaborasiyalar olsun, əlbəttə ki, qlobaldan yerdə söhbət keçmişdə elədiklərindən. Ona görə məsələ Casio deyəndə ilk ağla gələn vintage modellərdir. Mən elə fikirləşirəm. F91 elə modeldir ki, yəni mən F91 Casio deyəndə ağla F91 gəlir. F91 elə modeldir ki, çox nazikdir. Çox incədir. Belə əlində saat olduğunu, qolunda saat olduğunu hiss eləmirsən. Yəni elə bir modeldir ki, yəni qolunda saat var. Məsələn mən taxdığım saat hiss olunur da, və yaxud da sən G-Shock taxmısan. F91 ki, çox yüngül, kiçik bir daşla 7-10 il uzun müddətli batareyası var ki, hansı o qolda qalır və bir çox insan o saatı, yəni statusundan fərqli olmayaraq, yəni kim olur olsun, dünyada hər bir insan o saatı taxırdı. Hamının işini asanlaşdırırdı o saat. Elə status deyəndə araya giriş edib bir dənə şey deyim. Məsələn, insanlar var ki, bu belə deyim, saat qurmeləri arasında olan
söhbətdir də. İnsanlar çox vaxtı belə deyək, bahalı saatları nə üçün taxır da? Status ki, mən məsəl üçün bu saat taxıramsa, bu segmentdən saat taxıramsa, bu statusdayam və ya biraz entry səviyyə bir saat taxırsa, mən bu yolda addımlayıram və ya hər hansısa bir statusa gəlib çatdıqda konkret olaraq lüks segmentdən hər hansısa bir saat. Məsələn, bunlar əlbəttə ki, misal olaraq deyirəm, fikirlərinizi yaza bilərsiniz. Əgər fikirlərimiz bir-birinə zidd olarsa da belə bir məsələ var. Məsələn, deyir, əgər sən varlıqlı bir insan olmaq yolunda gedirsənsə və ya varlıqlı bir insan olduğunu belə deyim də göstərmək istəyirsənsə, Rolex taxırsan. Çünki Rolex deyəndə hamı fikirləşir ki, wow, ən bahalı saat Rolex-dir. Amma əlbəttə ki, elə deyil. Sən artıq varlıqlı olanda keçirsən məsələn də AP taxırsan, Patek Philippe taxırsan. Amma müəyyən bir status var ki, sən gəlib ora çatanda artıq sənin ehtiyacın yoxdur da ki, sən statusu göstərəsən. Onda nə taxırsan? F91. Onda ya F91 alırsan. Ya da bir dənə A168 taxırsan, qızıl rəngdə özdə olur qəşəng. Bagat. Şeyə ehtiyac yoxdur yəni. Sənin statusu göstərməyə ehtiyacın olmayan həddə çatanda buna məsəl üçün misal çəkə bilərik. Məsələn də Bill Gates özü Obama Casio istifadə edir, Obama özü Casio istifadə edir və bir də bir nəfər var ki, həmin insanın ən favori saat markası Casio'dur. Onu istəyirəm burada deyim. Səncə deyəcəyim adam kimdir? Usama Bin Laden. Onun ən sevdiyi saat markası F91 idi. The Terrorist. Görəncdə F91 istifadə edirdi. Nəyə görə onu istifadə edirdi? Həm belə deyərdim, uzun müddətliyinə görə, həm dəqiqliyinə görə. Düzdür, bəzi məqamlarda belə bir məlumatlar da var ki, bomba istehsalında da istifadə edirdilər onu. Çünki çox nazik idi, çox yüngüldür. Uzun ömürlü olduğu üçün belə deyərdim, Usama Bin Ladenin ən sevimli saatı idi F91. Buralarda bir yerə qeyd edərik hər ehtimala. Yəni dediyimiz kimi bir çox dünya lideri də əlbəttə ki, bayaq dediyimiz kimi Obama da F91 istifadə edirdi. Hətta məşhur futbolcu olan Lewandowski-nin də ən sevimli markalarından biridir Casio. Onun elə Google-a belə bir dənə axtarışa Lewandowski Casio yazsanız o şəkil çıxacaq. Bəs bu aralar Casio nə ilə fərqləndi? Nə yeniliklər elədi sənin fikrincə? Hansı ki, məsələn də bir il ərzində də belə deyərdim. İlk öz mexanik saatını istehsal elədi Edis kolleksiyası üçün. Casio mən onu deyə bilərəm. Keçən ildən elədi bunu YFK 100 modeli. Bu ildə YFK 110 modelini istehsal elədilər. Çox uğurlu oldu məncə bu modeldə. Çünki onu da dediyim kimi elə sifarişlər gəlib çatdı. Daha çox oyun sifarişlərimiz var idi. Çünki hamı gözləyirdi də. Çünki Casio ilk dəfə idi ki, mexanik saat buraxırdı. Bir yenilik idi. Avtomatik saat idi. Və dizayn desən çox mükəmməl, keyfiyyət desən mükəmməl və ən əsası qiyməti, yəni əla idi. Hamının ala biləcəyi də belə deyim, əl çatan. Sən ən çox nəyi bəyəndin mexanik saatlarda? Mexanik saatda Casio buraxdığında Sferblatını çox bəyəndim. Sferblatın dizaynını. Əsas da o ağ rəng. Ağ rəng mən qaranı daha çox bəyəndim. Qaranı bir də yaşılı daha çox. Ağ rəngə belə baxanda içi parıldayırdı, içində dizayn çox super idi. Güc rezervi də kifayət qədər. Və ən əsası Yaponiyada istehsal olunub. Məncə bu belə bəsdir ki, o saatı. Yəni Yaponiyada yığılıb bu saat, yəni. Made in Japan. Made in Japan. Made in Japan modellər. Made in Japan demirsən, bu aralar məsələn çox qəşəng bir model gəldi. Casio Vintage kolleksiyasına əlavə elədilər. O da Casio Vintage idi, amma Made in Japan idi. İçində belə dəniz, Yaponlarda dəniz teksturası var axı. Çox dəhşət modeli idi də. Onun kadrında əlavə eləyərik bura. Hətta mən gördüm o modeli. Çox az gəlmişdi onun, çox iyi. Yox, mən o modeli gördüm. Gəldim, Abbas sən çəkiliş eləyirdin. Dedim ki, mən bunları çəkməyə də bir ambasador çəkiliş eləyək. Abbas söndü ki, o saatdan 3 dənə qalıb cəmsi. Çox belə, çünki dizayn çox qəşəng idi. İndi onu da dediyim kimi də əlavə edilib bura. Motivlər Yaponiyanın dəniz o Yaponlarda ümumiyyətlə rəsm əsərlərinə baxsaz belə deyərdim də, köhnə əsərlərində həmişə dənizi o cür təsvir edirlər, belə yumru naxışlarla təsvir edirlər. Və o saatda çox qəşəng görsənir. Əslində belə işığın altında. Hansı model? 168. Səhv eləmirəmsə 168 idi. Amma çox incə eləmişdilər. Çox dəhşət idi, əfsanəvi bir model idi.
və çox da uğurlu oldu. Casio məsəl üçün düzdür. İndi bunu danmayaq da. Köklü dəyişikliklər eləməyi xoşlamır çox da. Çox belə necələrin tez-tez eləmir köklü dəyişikliklər. Daha çox belə xırda dəyişikliklər eləyir. Amma çox tutarlı dəyişikliklər edir. Bu məsələn o dediyimiz motivlər məsələsi məsələn çox qəşəngdir. Və bu arada Casio vintage modellərinin bilərziklərində dəyişiklik eləyiblər. Yəni fərqlilik yox, dəyişiklik eləyiblər, amma məsələn xırda dəyişikliklər olsa da çox belə deyərdim də fərqli və gözəllik gətirir də belə deyərdim saatlara. Bir çox səhifələr paylaşırdı o vaxtlar 2 il, 1 il əvvəl, 1 ildir fake saatlar. İndi yenə başlayacağıq biz fakelərdən. Fake saatlar və kim görürdü, göndərirdi ki, bu saatdan sizdə var və bu saatın biri var saatı kopyalasın. Məsələn, mənim qolumdakı saatı kopyalayırlar. Çox no-name falan satırlar da. Yaxşı, gözəl göründüyü üçün. Amma o saat, yəni istehsal olunub bu saat. Onların göndərdiyi saatı Casio istehsal eləməyib. Elə bir saat yoxdur da Casio'da. Ona bənzər əvvəllər olub. Sonra nətər bənzər? Eynisi yoxdur ha. Eynisi olmayıb da. Biraz fərqlidir, biraz ona bənzər idi. Onun fakeləri çox partladı. Əsasında belə deyirəm. İçi qırmızı olan, Bardov olan partladı. Qazaxıstan, Özbəkistan, Türkmənistan belə deyirəm də. O bazarda partladı. Sonra orada necəsə oldu, gəldi, tullandı bizim bazara və bizdə də partladı. Gün ərzində nə qədər mesaj alıb da bu saatlar hamıya bir-bir izah edirik ki, fake səhifələr paylaşır. Bu orijinaldır 29 manat. Hətta neçədən böyük aksesuar səhifəsi o arada satmağın qoydum görə bağlandı. Böyündə adlarını seçmək istəmirəm hansı səhifələr idi ki, fake saatlar çox təəssüf ki, fake no name satışını təşkil edirlər və fake saatdan no name hardasa okey. Amma sırf fake saat onu çəkib reklama falan qoyanda Instagramda çox belə deyərdim, sürətlə səhifə bağlanma ehtimalı var. Çünki brendlər bunu görür. Brendlər bunu görür və əgər burada belə deyərdim, izləyicilərimizdən və ya izləyicilərimizin dost tanışında kimsə varsa aksesuar səhifəsi işlədən və ya aksesuar mağazası olan çox xahiş eləyərdim ki, bunlara yol verməsin. Çünki əgər orada loqo varsa və fake-dirsə, onu avtomatik olaraq algoritm bloklayır və bu da belə deyirəm, neçə illər əziyyət çəkib, yəni bir iş qurursunuz, səhifə üzərindən işləyirsiniz. Səhifə yerli dibli gedir, geri qaytarmaq mümkün deyil. Qətiyyən mümkün deyil. Çünki o da bizdə təcrübədə oldu, bizlə əlaqə saxladılar, qaytarmağa cəhd elədik. Bir dəfə olub ki, qaytarılma olub, amma belə deyərdim, o da marka azadı, yəni milyon dənə proses getdi, ondan sonra bərpa olundu səhifə. Amma dediyim kimi qətiyyən məsləhət görmürəm. Ən azından əziyyətinizə heyfiniz gəlsin. Bu mövzuya gəlmişkən istəyərdim bir dənə diller və distributor fərqindən də biraz danışaq. Biz məsələn Casio'nun Azərbaycandakı ekskluziv distributoru. Bu nə deməkdir? Casio'nu Azərbaycana rəsmi formada biz gətirə bilirik. Və təmsil edirik markanı. Biz bir növ belə deyək, səfirlik məsələn necə olur da? Var Azərbaycanda Yaponiya səfirliyi, var Azərbaycanda Avstriya səfirliyi, İsveçrə səfirliyi. O formada baxın mövzuya ki, hər ölkədə, hər markanın yalnız bir ədəd distributor ola bilər. Ekskluziv distributordan gedir də söhbət. Və həmin şirkətdən başqa larının icazəsi yoxdur rəsmi formada və qanun baxımından bu qeyri-qanuni sayılır da. Həmin saatların belə deyərdim Azərbaycana gətirilməsi və satışını təşkil edilməsi. Və var diller şəbəkəsi. Distributorla dillerin fərqi nədir? Distributor bir ədəd olur. Diller isə distributordan alış edib satan belə deyək də mağazalardır. Ki Azərbaycanda da kifayət qədər bizim 200-dən çox dillerimiz var Azərbaycanda. Dillerimiz var, böyük bir diller şəbəkəsi var. Bölgələrdə Azərbaycanda. Həm bölgələrdə, həm yəni Azərbaycanda gördüyünüz belə deyək, bazarda gördüyünüz bütün Casio'lar hamısı bir-bir biz quraşdırırıq, biz nasıl gedirik, bazara gidirik. Qiymət yapışdırırıq. Qiymət yapışdırırıq. Bir dəfə onunla bağlı da şey çəkə bilərik sizin üçün. Əgər sizə maraqlıdırsa, kommentariyalarda qeyd edirsiniz. Onunla bağlı da sizə bir vlog çəkə bilərik. Saatlar Azərbaycandan necə gəlir? Paketlənmə necə olur? Casio Azərbaycanda zətdə belə bir dənə başlıqda bir sizə uzun bir video çəkə bilərik. Dediyim diller isə bunu qanuni formada dediyim kimi satan şəxslərdir ki, Azərbaycanda məsələn də bunu böyük elektronik şəbəkələrində də görə bilərsiniz. Məsələn, Kontaktonda, İrşadda və sair elektronik şəbəkələrdə də gördüyünüz Casio modelləri bizim tərəfimizdən
Təkcə Casio yox. Əlbəttə Digər brendlər də biz oradakı belə deyəlim də bizim markalar. Hansı ki bizim daxilimizdə olan markalar var. Məsələn də Casio, Orient, Jacquemin, Amaris markaları bizim tərəfimizdən verilir. Və o əlbəttə ki, həmin dillər şəbəkələrindən də ürək rahatçılığından əldə edə bilərsiniz. Biz ona məsəl üçün zəmanət veririk. Onların satdığı saatın da üzərində verilən zəmanət də zaten bizim tərəfimizdən verilir. Rəsmi servisimiz də var hər satdığımız markada, əlbəttə ki, Casio-da da. Burdan yəni belə deyək də, həm onlardan da alış edə bilərsiniz, bizdən də alış edə bilərsiniz. Hətta belə bir şey deyim, bizim Instagram səhifələri qeyd edirik burada, nömrə də qeyd edirik. Tutaq ki, hardansa Casio almaq istəyirsiniz, tutaq ki, bir X mağazasından belə deyim, Casio almaq istəyirsiniz. Sadəcə biraz məsələn də şübhəli gəlib, hə, amma oradan alış eləmək istəyirsiniz də, heç bir problem yoxdur. Bizdən yazıb, yox, ola bilər də məsələn də daha yaxın məsafədədir, istəyir onlayn satılma istəmir, istəyir ki, düşsün o mağazaya və oradan alış eləsin. Heç bir problem yoxdur. Bizlə əlaqə saxlaya bilərsiniz. Bizdən təsdiq ala bilərsiniz ki, rəsmi satış nöqtəsidir, rəsmi dillərdir, yoxsa yox. Bizə seve-seve sizə köməklik göstərə bilərik. Dediyim kimi dillər şəbəkəsi böyükdür və Azərbaycanda hətta belə deyək, Naxçıvandan tutmuş, Gəncə, Naxçıvan, Mingəçevir, Sumqayıtda öz filiallarımız da var. Bundan əlavə dillər şəbəkələrimiz Gəncədə də Casio store var. Gəncədə də Casio store var. Dediyim kimi dillərdən də əldə edə bilərsiniz, bizdən də əldə edə bilərsiniz. Sadəcə sizdən xahişim odur ki, fake saat əldə eləməyin. Çünki birinci növbədə bunun qiymətindən təxmin edə bilərsiniz. Məsələn, harca qabağınıza saat çıxanda müqayisə etmək istəyirsə, birinci növbədə bizim veb-saytda qeyd edirik bura. Veb-saytda girib qiymətinə baxa bilərsiniz ki, nə qədərdir də fərq. Məsələn, ola bilər ki, həm belə deyim, saat endirimdə olar, 5 aşağı, 10 yuxarı ola bilər. Bu ayrı məsələ. Amma ki hiddətli dərəcədə məsəl üçün fərq varsa, məsələn də 25 manata, 50 manata olan bir model 20 manatadsa, bu sizə biraz şübhə oyatmalıdır. Və ya belə deyim, 49 manata olan bir model 5 manatadsa, bu sizə biraz şübhə oyatmalıdır və baxmalısınız onun zəmanət talonuna, baxmalısınız onun qutusuna, baxmalısınız onun qablaşdırmasına. Yəni çox xırda şeylərdir. Bunlara bir dənə baxsaq, siz əmin ola bilərsiniz ki, bu modellər orijinaldır, yoxsa fake. Yəni çox rahatlıqla seçə bilərsiniz. Bunun deməkləri səbəbi, əsas səbəbimiz odur ki, məncə Fatimə də mənə təsdiqləyər. Həddindən artıq bazarda çoxdur. Həddindən artıq hər yerdə, Azərbaycanda hər yerdə var. Onlayn da, yol gedə-gedə də bunu görərsiniz. Hətta artıq var balaca mağazalar Azərbaycanda çox yerdə var. Adətən Koroğludan arxa tərəf. Qarayev, Neftçilər, Əhmədli daha çox o yerdə balaca butikalar olur ki, orada saat təmir eləyirlər. Adətən onlar daha çox onları satırlar və yaxud da çöldə stand qurub saat satın. Təbii ki, onlar da 28-də də az daha deyil. çoxdur. 28-də keçidlərdə də az deyil. Nizamidəki keçid olsun. Çoxdur, başa düşürük, amma ki düzgün deyil, fake saat. Amma dediyimiz kimi ola bilər ola bilər ki, Nizami metrosunun yanında keçiddə də orijinal satıla bilər. Bu normal, fərq var, yəni normal bir şeydən ola bilər. Amma siz hər ehtimalı bir dənə dəqiqləşdirin. Dediyim kimi bizdən dəqiqləşdirə bilərsiniz və ya özünüz yüngülvari araşdırma eləsəz ki, necə seçə bilərsiniz orijinal fake-dən və ya dediyim kimi ona baxa bilərsiniz, zəmanət talonuna baxa bilərsiniz, qutusuna baxa bilərsiniz, qablaşdırmasına baxa bilərsiniz, ən azından saatın özünə baxa bilərsiniz. Bunu da deməkdə səbəbimiz odur ki, bizə gəlir məsəl üçün. Baxırsan, məsələn bu yaxınlarda bir dənə bəy yaxınlaşmışdı. Onlar da hardasa 40-50 yaş arası olardı. Bizə 21.00 getmişdi. Kübəs şeydir də. Biz videosunu çəkmişdik. O videosunu çəkib paylaşmışdıq. Söz verirəm, tapa bilsən videonun o şəklinin müqayisəsini bura qoyacağam. Çox oxşuyurdu. Yəni ölçüsü, hər şeyi oxşuyurdu, amma ilk baxışda da belə deyirəm. Sadəcə belə yan-yana qoyanda bizim orijinal 20 daha qalın idi. Fosfor istifadə olmamışdı əqrəblərində, əqrəblərin quruluşu fərqli idi. Bir də ki, əlbəttə ki, işləmə normal işləmirdi, belə deyəlim. Arxa kes fərqli. Yəni o fikirləşə bilərsiniz ki, saatdır da, fake saat alım. Bu da saat göstərir. Sağlamlığa ziyandır. Əlbəttə ki, çox ziyandır. O nəsə problem olmuşdu həmin bəydə, səfərimizdə allergiya olmuşdu. Nəsə o problem olmuşdu, onu bilmirəm ki, ona görə yaxınlaşmışdı bizə. Bizə servis gördük və ən ciddi problemimiz nədir? O saatın orijinalı 269 manatdır. Həmin bəy 21.00-da.
Həmin bəy onu almışdı 369 manata. 100 manat bahasına fake saat almışdı və gətirib də belə problemlər çıxmışdı. Ona görə çox sizdən xahiş edirəm ki, alanda saat alış eləyəndə, düzdür biz həmişə bu harada fırlasaq fake saat mövzusuna gəlirik və gələcəyik də, belə deyərdim. Biz bu buraxılış olsun, gələn buraxılış olsun, biz həmişə fake saatlar haqqında danışacağıq öz buraxılışlarımızda. Ta ki fake saat satanlar utansın deyə nə vaxta kimi onlar utanacaqlar və bizim gözəl insanlarımız da fake saatlar əvəzinə ondan aşağı yuxarı eyni qiymətdə olan orijinal saatları. Yəni qiymətlər arasında fərq yoxdur. Məsələn, əgər həmin büdcə məsələn olur da insanların güc çata bilmir amma saat almaq istəyir ki, endirimlər olur, həmişə olur, bayram günlərində olur, endirimlərlə olan modellərdə olur. Yəni fake saatlar sizin sağlamlığınıza zərərdir. Biz bilmirik onların bilərziyi harda hazırlanıb, hansı şəraitdə hazırlanır. Hindistan sokaq ləzzətləri var ya, onun onun üçün bir şeydən onu saat verəcəz. Çünki zaten Hindistanda bilinməyən ölkələrdə. Hətta o vəziyyətdəyim ki, mən şəxsən özümü deyirəm də, o vəziyyətdəyim ki, mən razıyam ki, gedib Çinin istehsal elədiyi hər hansısa bir Çin markası saat alın, amma bilin ki, orijinaldır. Demirəm sizə gəlin Casio alın, gəlin bizdən saat alın. Bunu demirəm. Mən deyirəm ki, orijinal saat alın, fərqi yoxdur. İstəyir Çin istehsalı olsun, istəyir Malayziya istehsalı olsun, istəyir Tayland istehsalı, istəyir Hindistan istehsalı olsun, amma gedin orijinal məhsul alın. Çünki birinci növbədə əziyyət çəkirsiniz, işləyirsiniz, konfet kağızı qazanmırsınız, pul qazanırsınız, o pulunuzu çarçur eləyib ani bir həvəsdən gedib hər hansısa bir saatın fake-ni almayın. Yəni alıb 20 manat verdiyim bəzən olur insanlar ki tanıyıram, alıb saat, no-name saat alıb düz fake saat alıb, amma fərqi yoxdur onlar arasında. No-name saat da eyni alıb qolunda allergiya var, hansı ki kremlərə indi nə qədər ödəniş edilir ki, o qolundakı allergiyanı sağaltsın. Yəni bilmədən xəstəlik ola bilər, hansı ki bu xəstəliklərin çox olduğu dövrdə yaşayırıq. Bu arada nə virusuydu? Hantavirus haqqında nə deyə bilərsiniz? Çox yayılmır. Düzdür, saat ətrafında danışırıq. Hələ ki, həmin virusun saatla bir əlaqəsi olmadığına görə onlar haqqında danışmırıq. Bir də bildiyiniz kimi, belə deyərdim, Casio'nun xüsusi, ekskluziv kolleksiyaları var. Simdən bizə sadalar həm kolleksiyaları. Risk sənə o müəllimlər uşağı sual verir, belə risk sənə sadalar həm kolleksiyaları. Çok, yəni ən sevilən Edfis, Protrek, BBG, Shin, bir dənə qaldı. Okyanus. O Azərbaycana verilmir. Shin Azərbaycana verilmir. Shin bu arada bizə əvvələ var idi. İndi o qiymət çərçivəsində daha elə bir Casio özü də başa düşdü ki, bunu yavaş-yavaş çıxartmaq lazımdır bazardan. Ona görə daha çox gücü verdi, belə deyərdim, G-Shock volumuna. Ona görə. Gələn buraxılışımızı istəyirik ki, G-Shock ətrafında danışaq. Bu sadaladığımız ekskluziv xətlərindən biri olan. Çünki Casio elə bil Casio saatları Casio şirkətini zirvəyə taşıdı. Amma G-Shock həmin zirvəni belə deyərdim də fəth elədi. Ona görə də istəyirdim ki, gələn buraxılışımızda əgər sən də uyğunsansa fikirləşəm G-Shockdan danışaq. Xoş olar. Ondansa bugünkü buraxılışımızın da sonuna gəldik çatdıq. Gələn buraxılışlarda görüşənədək. Hələlik. Sağ olun.